Güzel insanlar, əziz Allahın xeyri, bərəkəti, salamı, afiyəti sizin və ailənizin üzərinə olsun. Əziz Allah sizə xeyir qapıları açsın, ruzi versin, bərəkət versin, şəfa versin. Nə diləyiniz varsa, nə dualarınız varsa deyirəm ki, əziz Allah onu qəbul etsin. Gözəl insanlar, bu mənim İranla bağlı çəkdiyim 5-ci videodur. 5-ci videomu sizə təqdim edirəm. Bundan öncə 4 video çəkdim və bütün kanallarımda da paylaşdım. Gözəl rəylər aldım. Paylaşdınız, yazdınız, bəyəndiniz. Əlbəttə bəyənməyənlər də oldu. Öz səviyyəsinə uyğun rəylər yazanlar da oldu. Bu 5-ci videonu da çəkib sizinlə paylaşıram. Çünki sizə bir söz vermişdim ki, mən bu savaşdan sonra hansı savaşda iştirak edən dövlətlər nə qazandılar, nə itirdilər, o məsələləri İstəyirəm ki, birgə müzakirə edək, hər kəs fikrini söyləsin. Kimsəni söymədən, iftira atmadan, böhtan atmadan, doğruları ortaya qoyaraq, argumentlərini, dəlillərini ortaya qoyaraq ortaq bir fikir formalaşdıraq. Məqsədim mənim bundan ibarətdir. Mən öz fikirlərimi paylaşıram. Bəyənmirsən, sən də öz fikirlərini paylaş. Hamı eyni cür düşünməyə məhkumdur, yəni məcburuq mu? Hamımız eyni cür düşünsək, bu cəmiyyətdə, bu dünyada yaşamanın bir anlamı var mı? Fərqlilik Allahın ayəsidir. Biz bir müzakirə mədəniyyəti formalaşdırmalıyıq, gözəl insanlar. Müzakirə mədəniyyəti. Bir xalqın mədəni səviyyəsinin göstəricilərindən biri odur ki, o xalqın müzakirə mədəniyyəti var. Bir-birini dinləmək mədəniyyəti var. Bir-birini anlamaq mədəniyyəti var. Bir-birini tənqid etmək mədəniyyəti var. Bir-birini tərifləmək mədəniyyəti var. Yoxsa iftira atmaq, söymək, yalan danışmaq, kimisə, nəyisə, harasa bağlamaq, bu səviyyəsiz bir şeydir. Bizə yaraşmaz bu. Gözəl insanlar, əgər xatırlayırsınızsa 4-cü videoda mən Trump bu savaşa girəndən sonra nələri itirməyə başladı dedim. Onları bir-bir saymağa çalışdım, bölüşdüm fikirlərimi və sizə söz verdim ki, bu savaşda iştirak edən tərəflərin qazandıqlarını və itirdiklərini sizə göstərmək üçün, sizin müzakirənizə təqdim etmək üçün videolar çəkəcəm və onları sizinlə paylaşacağım. Bu 5-ci videodur ki, mən İranla bağlı çəkirəm. Burada da qoyduğum başlıq bundan ibarətdir. Amerika Birləşmiş Ştatları bu savaşda nələri itirməyə başladı. Bax, yenə başlamaq sözünün altından xətt çəkirəm. Çünki bəziləri deyirlər ki, İran məğlub oldu, İran dağıldı, nə bilim, yer üzündən silindi, gücünü itirdi. Bunlar təbliğatdır, gözəl insanlar. Ciddi şey deyil bunlar. Biz kiminlə üz-üzə olduğumuzu, kimi müzakirə etdiyimizi dəqiq öyrənməliyik. Amerika Birləşmiş Ştatları sevsəniz də, sevməsəniz də güclü dövlətdir. Gücünün əlamətini göstərmək üçün sizə sadəcə bir fakt söyləmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları öz milli gəlirindən, dövlət büdcəsindən $1 trilyon hərbi xərclərə ayırır. Öz əskərinə, hərbinə, hərbi siyasətini gerçəkləşdirmək üçün ayırdığı pulun miqdarı $1 trilyon. Xatırladıram ki, Rusiyanın ümumi büdcəsi, yəni dövlətin bütövlükdə milli gəliri 1 trilyondan biraz artıq. Amerika Birləşmiş Ştatlarının əskərinə ayırdığı pul Amerikadan sonra ilk 10-luqda olan dövlətlər ki var, o dövlətlərin hamısının əskərinə, hərbi sənayesinə onun içərisində ayırdığı puldan daha böyükdür, daha çoxdur. Yəni bu qədər güclü bir dövlətdir. Yəni ağıllı, ədalətli, mərhəmətli dövlət başçısı olsa, Amerikanın gücünün fərqində olan bir dövlət başçısı olsa, Amerika istəklərini gerçəkləşdirmək üçün çox böyük işlər görə bilər. Amma təəssüf ki, ağılsız dövlət başçısı dövlətin bütün imkanlarını israf eləyir. Söhbət ondan gedir. Ona görə deyirəm ki, Amerika Birləşmiş Ştatları nələri itirməyə başladı deyirəm. Gözəl insanlar. Öncə buradan başlamaq istəyirəm ki, xatırlayırsınızsa Amerika Birləşmiş Ştatlarının prezidenti Trump dedi ki, mən İran mədəniyyətini yox edəcəm. Baxın, bir dövlətin başçısının bu cür söz işlətməsi, mən falan dövlətin mədəniyyətini yox edəcəm, çox çirkin və qorxunç bir sözdür. Ağıllı dövlət başçısı nə deyərdi? Ağıllı dövlət başçısı deyərdi ki, biz Amerikalılar dünyanın harasında mədəniyyət varsa, sənət varsa, ədəbiyyat varsa, musiqi varsa, siyasi, iqtisadi, mədəni, hərbi, diplomatik mədəniyyət varsa, tarix varsa, onları öyrənəcəyik, ölkəmizə gətirəcəyik ki, ölkəmizi zənginləşdirək, daha da güclü eləyək.
Bir devletin işi medeniyeti yok etmek değil, medeniyetten öğrenmektir. Medeniyete getirip zenginleşmek, öz imkanlarını artırmaktır güzel insanlar. İkincisi, bu Trump kitap okumadığına göre, tarixdən, dünya siyasetindən xəbəri olmadığına görə, hətta bu yaxında məlum oldu ki, o çox tərəflədi, heç İncili də oxumayıb. Dini öz siyasi məqsədlərini gerçəkləşdirmək üçün istifadə edən bir adamdır. İncildən də xəbəri yoxdur, Tövratdan da xəbəri yoxdur, Qurandan təbii ki, heç xəbəri yoxdur. Ümumiyyətlə kitab oxumur. Oxumayıb yəni. Ekspertlər deyirlər ki, Trump'ın hər hansı bir ciddi kitabı sona dək oxuduğu məlum deyil. Ona görə deyir ki, bir mədəniyyəti mən yox edəcəm. Bunu bir qəhrəmanlıq hesab edirəm. İran mədəniyyətini yox edəcəm. Baxın, əgər kitab oxusaydı, biraz savad olsaydı, bilərdi ki, mədəniyyət bir günə yaranmır və bir günə yox olmaz. Mədəniyyət xalqların illər, əsrlər, min illər boyu mücadiləsinin nəticəsində ortaya çıxan böyük bir təcrübədir, böyük bir xəzinədir. Dövlətlər və rejimlər gələr və gedər, mədəniyyət qalar, yeni dövlət inşa edir, yeni xalq inşa edir. Baxın, İran ərazisində formalaşmış tarixə sizi bir səyahətə çıxaq. Baxın, Əhəmənilər gəldi və getdi, mədəniyyət məhv oldu mu? Sasanilər gəldilər və getdilər, mədəniyyət yox oldu mu? Səlcuqlular gəldilər, getdilər, mədəniyyət yox oldu mu? Ağqoyunlar, Qaraqoyunlar gəldilər və getdilər, Səfəvilər gəldilər və getdilər, mədəniyyət yox oldu mu? Nadir Şah gəldi və getdi, mədəniyyət yox oldu mu? Qacarlar gəldilər və getdilər, mədəniyyət yox oldu mu? Pəhləvilər gəldilər və getdilər, gözəl insanlar, mədəniyyət yox oldu mu? İndiki molla rejimi, İran rejimi də bir gün gedəcək. Heç bir rejim əbədi deyildir. Gələr və gedər, mədəniyyət yox oldu mu? Gözəl insanlar. İkincisi, İran mədəniyyəti deyəndə biz o ərazidə formalaşmış, ərazidə yaşayan xalqların mədəniyyətin nəzərdə bilməliyik. Mən ona görə hər zaman deyirəm ki, İran tarixi Azərbaycan türklərinin tarixidir. İran mədəniyyəti demək, baxın, Fars mədəniyyəti demək deyil, İran ərazisində yaşayan Azərbaycan türklərinin, Farsların, Talışların, Ərəblərin, Türkmənlərin, Bəluçların yaratdığı və başqa xalqların yaratdığı ortaq bir mədəniyyətdir. Baxın, bir anlıq düşünün, İranın tarixindən Ağqoyunları çıxarsanız, Səfəviləri, Qaraqoyunları çıxarsanız, Səfəviləri çıxarsanız, Nadir Şahı çıxarsanız, Qacarları çıxarsanız, ortada hansı mədəniyyət qalır? O bölgədə çox böyük siyasi, diplomatik, ədəbi, mədəni, memarlığından tutmuş, bütün insani münasibətləri tənzimləyən, musiqi də bunun içərisinə daxil olan və dinin də o gətirdiyi böyük və zəngin bir mədəniyyət var. O mədəniyyəti, ağıllı adam o mədəniyyətdən istifadə edir, gözəl insanlar. Yoxsa mədəniyyəti yox eləyəcəm deməz, onu yox eləməyə Trump'ın da, Amerikanın da gücü çatmaz. Gözəl insanlar. Yəni Azərbaycan xalqının orada Azərbaycan türklərinin yaratdığı böyük bir mədəniyyət var. Ortaq bir mədəniyyət var, ortaq bir tarix var, ortaq bir hafizə var, ortaq bir ədəbiyyat var, ortaq bir musiqi var, ortaq bir keçmiş var. Ona görə bu Trump'ın bu sözünə də münasibətini bildirmiş oldum, gözəl insanlar. İndi baxın, siyasi hədəflər nələr itirməyə başladı, tezislə şəkildə onları söyleyeyim. Dərsimə də gözəl çalışmışam. Bax, görürsünüz, 2 vərəq oxumuşam, işləmişəm, üzərində çox çalışmışam ki, mən insanların vaxtını boşuna almayayım, onlara xeyirli şey söyleyeyim. Baxın, öz siyasi hədəflərinə çatmadı. Siyasi hədəfləri nə idi? Bir həftə ərzində, çox qısa müddət ərzində İranı işğal edəcəyik, İran xalqını ayağa qaldıracağıq, rejim gedəcək, onun yerində hətta xatırlayırsınızsa namizədlər tapmışdılar, təbliğ edirdilər, onu gətirəcəyik, orada bir kukla rejimi düzəldəcəyik, İran artıq Amerikanın əlinə keçəcək, İranın bütün sərvətlərini, imkanlarını ələ keçəcəyik, bu siyasi hədəflər ondan ibarət idi. Bizim əlimizdə olan, bizim idarə etdiyimiz bir İran, bu siyasi hədəflərin heç birinə çatmadılar deyirəm. Bugünkü danışdığım vaxta qədər deyirəm. Bundan sonrasını baxacağıq, görəcəyik. Yəni, elan etdiyi siyasi hədəflərə çatmadı. Bugün təbliğatla müharibəni udmağa çalışır. Propaganda ilə müharibəni udduğunu zənn edir və insanları buna inandırmağa çalışır. İqtisadi maraqların önə çəkib indi. Siyasi maraqlar getdi.
Bakın dünyada belə bir imic var idi ki, Amerika Birleşmiş Ştatları gözəl insanlar. İnsan haklarının qoruyucusudur. Bakın Trump'ın bu hərəkəti Amerika insan haklarının qoruyucusu tezisinə çox ağır zərbə vurdu. Bugün insanlara desen ki Amerika insan haklarının qoruyucusudur, kim inanır? Hatırlayırsınız, bu savaş başlamıştan önce Trump ne deyirdi? Deyirdi ki İran'a medeniyet getireceği, İran halkını azad edeceği, insan hak ve hürriyetlerini koruyacağı. İran halkı ayağa kalkmayanda, üsyan etmeyende, Trump'ın dediklerini yerine getirmeyende, Trump azatlık, adalet, insan hak ve hürriyeti getireceği diyen halkın başına bombalar yağdırdı. Bir hafta önce deyirdi ki size medeniyet getireceğim, sizi azad edeceğim, sizi xoşbəxt edeceğim, sizin için çalışıram. Ey möhtərəm İran halkı. Bakın sizi biraz da tarih aparıram bu meseleyle bağlı. Bütün bu başka ülkelere işgal eden devletler ki var, hamısının tezisinin biri budur. Biz gittiğimiz yere sivilizasyon, medeniyet getireceğiz. İnsan hak ve hürriyeti, ilim, ne bileyim tehsil, medeniyet getireceğiz diye. Bakın İngilizler Hindistan'ı işgal etmemişten qabaq qurdukları təbliğatın əsası budur. Biz Hindistan'a medeniyet yaparıq. Hint halkı geri kalıp onu geri medenleştireceğiz. Bakın Fransızlar Afrikanı işgal etmemişten önce apartları təbliğat budur. Biz Afrika halkı geri kalıp seviyeleri yoktu, medeniyetleri yoktu, oraya medeniyet yapacağız. Amerika Afganistan'ı işgaldan önce ya da Irak'ı işgaldan önce diyor ki biz Irak'a azatlık getireceğiz. Ondan Afganistan'a medeniyet getireceğiz. Getirdiler. Öz tariximizə gelirim. Rusya ne deyir? Rusya deyir ki biz Azərbaycana medeniyet yapacağız. Gözəl insanlar. Bu gülməlidir. Bakın 19. yüzyıla kadar 19'un altından xət çəkir. İran'ın dünya medeniyetinde sayılabilen, seçilebilen hiçbir medeni değeri yoktur. Ciddi medeni değeri yoktur. Bak tekrar ediyorum. 19. yüzyıla kadar, 19. yüzyıldan sonra Rusya'da ciddi medeni hadiseler var. Onu hiç kim inkar edemez. Bize de tesiri var. Onu da hiç kim inkar edemez. Ama deyirəm ki 19. əsrdə başlayarak Rusya Qafqaza gelip, gələndə də bizə deyir ki size medeniyet getireceğim. Kim? 19. əsrə kadar hiçbir dünyada tanınan ciddi edebi, medeni, elmi ortaya koyacak hiçbir değeri yoktur. Eğer var diyen varsa 19. əsrə kadar bir şedevr göstersinler. Ama güzel insanlar, ben size 19. əsrə kadar Azerbaycan medeniyetinin, Təbrizli, Bakılı Azerbaycan medeniyetinin, Azerbaycan Türklerinin ortaya koyduğu medeniyetin değerlerini, nümayəndələrini saysam, inanın bak şişirtmirəm. En azından bir saat saymak için bir saat vaxt lazım. Yani 19. əsrə kadar ciddi medeni değeri olmayan bir halk bize necə medeniyet getirebilir? Bunlar hamısı ne içindir? Bunlar hamısı öz işgallarına bəraət ideologiyadır, təbliğatdır. Öz işgallarına bəraət kazandırmaq üçündür. Bura niye gelirsen sizi medenleştirmeye gelirim. Sonra Amerika Birleşmiş Ştatları ne deyirdi? Trump ne deyirdi? Biz her şeye qadirik. Her şeye qadirsiniz. Her şeyi bilirik, her şeye gücümüz çatır, her şeye qadir bir Amerika təbliğ edirdi Trump değil mi? Elə mi? Elə mi oldu? Her şeye qadir olan ancak Allah'tır. Her şeyi bilen ancak Allah'tır. Amerika Allah değildir. Bakın İran qayasına çırpıldığı məlum oldu ki her şeye qadir değilsin. Məlum oldu ki her şeyi bilmirsən. Məlum oldu ki her şeye gücün çatmır. Yani o mifi dağılmış oldu güzel insanlar. Bakın 3000'den çok günahsız insan öldü. 40 günde 3000'den çok İran'da günahsız, bak əskər demirəm, hərbi döyüş demirəm, günahsız insan öldürüb. Onun 167'si uşaqdır. Bir məktəbi bombaladı, 3 dəfə bomba attı. O məktəbdə oxuyan 167 qız, məsum qız uşağını, çünkü İran'da kızlar ve oğlanlar ayrı okuduğuna göre onu öldürdü yani. Böyle bir hərbi cinayettir. Amerika Birleşmiş Ştatları bakın eğer bu iş burcu devam edecekse özlerinin verdiği rey diyelim 2026 Paris'de geçirilen kongrese seçkilerde yani bir de parlament seçkilerinde Trump məğlub olacak. Hatta ekspertler deyirlər ki 2028. yılda geçirilecek prezident seçkilerinde Respublikaçılar namizədinin galip gelme imkanı yoktur.
Hətta bu Trump görürsünüz də, bu Nobel mükafatı almaq istəyir. Nobel mükafatı almağın məqsədi sadəcə Nobel mükafatı deyil. O istəyir ki, Nobel mükafatı alsın, Amerikanın konstitusiyasını dəyişsin, yenidən, təzədən 3-cü dəfə Amerika prezidenti olsun. İddiası bundan ibarət. Yoxsa sadəcə Nobel almaq iddiası deyil, gözəl insanlar. Baxın, ABŞ-la Amerika Birləşmiş Ştatları Avropanın arası açıldı. Nə itirdi deyirik, itirməyə başladı deyirik. Avropa ilə aralarındakı konfliktlər var idi, dərinləşdi. Baxın, bugün Avropa dövlətləri öz aralarında yeni təhlükəsizlik sisteminin qurulması ilə bağlı ciddi müzakirələr aparırlar, ciddi hərbi xərclər ayırırlar ki, biz artıq Amerikadan kənar öz başımızın çarəsinə baxacağıq. Amerika ilə NATO arasındakı münasibətlər son dərəcə gərginləşdi, baxın. Trump NATO'nu ələ salır, dağ eləyir. Dirdikləri sırasındadır, deyil mi? Əslində, ağıllı dövlət nə eləməlidir? Ağıllı dövlət dostlarının sayını çoxaltmalıdır, müttəfiqlərinin sayını çoxaltmalıdır. Baxın, rəqiblərini gücləndirdi. Ağılsız siyasət rəqiblərinin güclənməsinə səbəb oldu. Baxın, Körfəz ölkələrində nə baş verir? Mən onların mətbuatını çıxartdım. Elə bil ki, bu dediyim tezislər oxuyanda onların bugün Körfəz ölkələrində gedən müzakirə, əsas müzakirə nədir, onu öyrənmiş olacaqsınız. Baxın, nə deyirlər? 1. 6 dənə bənd seçdim. 5 dənə daha doğrusu bənd seçmişəm, onları sizə təqdim edəcəm. Körfəz ölkələrinin mətbuatı, televiziyaları, ciddi siyasətçiləri, politologları, siyasətşünasları deyirlər ki, 1. Artıq bizim ABŞ-a güvənimiz azalıb. Yəni, biz anlamışıq ki, Amerika Birləşmiş Ştatları bizi qorumaq istəmir ya da qorumaq gücündə deyil. Bilirsiniz ki, Körfəz ölkələri Amerikanın əsas müttəfiqlərindən biridir. Bu İrana təcavüz faktı göstərdi ki, Amerikanın Körfəz ölkələrini qorumaq niyyəti və imkanı yoxdur. Baxın, ikinci tezisi oxuyuram sizə, diqqət edin burasına. Deyirlər ki, yazırlar ki, təhlükəsizlik, bir dövlətin təhlükəsizliyi pulla alınmaz. Yəni, nə deməkdir bu? Onlar milyonlarla, milyardlarla pul verirdilər Amerikaya. Əvəzində nə istəyirdilər? Təhlükəsizlik, güvənlik, yəni bizi qoruyacaqsan. İndi deyirlər ki, baxın, mətbuatı, Körfəz ölkələrinin mətbuatı yazır ki, bir ölkənin təhlükəsizliyi pulla, parayla alınmaz və təmin olunmaz. Örnək Ərdoğanı göstərirlər. Deyirlər ki, bir vaxt Türkiyə Amerikadan patron almaq üçün yalvarırdı. Yəni, Türkiyə kimi bir dövlət Amerikanın patronuna, silahına, ən adi silahlarına möhtac idi. İndi Körfəz ölkəyə deyirlər ki, Ərdoğan bu hərbi siyasəti tamamilə dəyişdi. Bugün Türkiyə tam olmasa da öz hərbi ehtiyaclarını %75-80'ni özü təmin edir. Hətta ötən il dünyaya, xarici ölkələrə 8 milyard dollar həcmində silah satan bir Türkiyə var. Yəni deyir ki, biz də artıq təhlükəsizliyimizi Amerikaya həvalə etməyəcəyik. Körfəz ölkələri ayılmalıdır, anlamalıdır, öz təhlükəsizliyini özü təminləməlidir. Örnək də göstərirlər, baxın. Baxın, üçüncü nə deyirlər? Deyirlər ki, Körfəz ölkələri 3 nazirliyi birləşdirməliyik. 1. Neft nazirliyini birləşdirməliyik, çünki neftlə bağlı ciddi problem yaranıb, bilirsiniz ki, Hürmüz boğazından bağlı. 2. Hərbi nazirlikləri birləşdir. Yəni, Körfəz ölkələrinin vahid hərbi nazir olmalıdır. Körfəz ölkələrinin vahid neft nazir olmalıdır. 3. Körfəz ölkələrinin vahid xaricilər nazir olmalıdır. 1. Xaricilər nazir olmalıdır. Əslində bu nə deməkdir? Bu, İslam Ölkələri Təşkilatının, yəni Ərəb Liqasının bir işə yaramadığını ortaya çıxarır. Bunlar deyirlər ki, əgər özümüzü qorumaq istəyiriksə, ciddi bir, yenidən, gerçəkdən bizi qoruya biləcək bir ciddi addımlar atmalıyıq. Yoxsa Ərəb Liqası yığışır, müzakirəli bir bəyanat verir, çıxır gedir. Baxın, neft, Körfəzin ən böyük gücünün biri neftdir. Deyir ki, biz neft nazirlərini birləşdirib, Körfəzin vahid neft siyasəti olmalıdır, enerji siyasəti olmalıdır. Vahid hərbi, əskəri, yəni əskəri gücümüzü birləşdirək. 3. Xarici siyasətimizi birləşdirək. Nə qədər gerçəkləşəcək, gerçəkləşməyəcək onu mən bilmirəm, ancaq gedən müzakirəni sizə söylüyorum. Baxın, sonra nə deyirlər? Yeni iqtisadi marşrutlar axtarmalıyıq. Körfəz bir şey, Hürmüz körfəzi bağlanandan sonra bilirsiniz ki, Körfəz ölkələri öz enerji
imkanlarını dünya bazarına çıxarmaq imkanları əlindən aldı. İndi yeni marşrutlar axtarırlar. Məsələn, Səudiyyə Ərəbistanı deyir ki, yeni kəmərlər çəkək, İraq, oradan Suriya, oradan Türkiyə vasitəsilə Avropaya sataq. 5. Yeni qoruma sistemi axtarmalıyıq. Baxın, yəni nə demək istəyirəm? Amerika Birləşmiş Ştatlarının bu savaşdan sonra itirməyə başladığı şeyin biri Körfəzdə onunla bağlı formalaşan fikirdir. Ana tezlərini sizə söylədim. Körfəzin güvənmədiyini göstərir bu. Amerikanın etkisidir bu, gözəl insanlar. Baxın, BMT-yə ölümcül zərbə vurdu. Lütfən, Birləşmiş Millətlər Təşkilatının onsuz da nüfuzu çox az idi. Bundan sonra da nüfuzu qalmadı. Sizin içərinizdə Birləşmiş Millətlər Təşkilatına güvənən varmı ki, Birləşmiş Millətlər Təşkilatı yığışacaq, hansısa məsələni müzakirə edib, qərar verəcək və bizim məsələləri həll edəcək? Gözəl insanlar, içərinizdə buna inanan varmı? Baxın, bu savaş beynəlxalq hüququ öldürdü. Beynəlxalq hüquq deyəndə deyirlər, bizi güldürmə. Bir adama desən ki, beynəlxalq hüquq var, normalar var. Adam deyir, xahiş edirəm, biz ciddi ol biraz deyir, bizi özünə güldürmə deyir. Nə beynəlxalq hüquq kişi? Kim güclüdürsə o haqlıdır. Trump beynəlxalq hüquq tanıyır. Baxın, bir ölkənin prezidenti xanımı ilə bir yerdə, diqqət edin burasına. Yatdığı yerdən oğurlayıb aparır. Baxın, dünyanın iqtisadi böhranı üçün zəmin hazırladı. Əgər bu savaş davam etsə, Körfəz bağlansa, əmin olun ki, dünyada çox böyük iqtisadi böhranlar ortaya çıxacaq. Kasıbçılıq artacaq, yoxsulluq artacaq, qiymətlər bahalaşacaq. Baxın, hər gün 1 milyard dollar itirir Amerika. Yəni bu savaş 38 gün davam edib, bugün də atəşkəs olsa da, yəni bu itkisi davam edir, amma savaşın hər gününə özlərinin verdiyi rəsmi məlumatı sizə söyləyirəm, 1 milyard dollar hər gün pul itirir. Yəni 50 milyard. Deyirəm, dünyanın pulları nəyə xərclənir, gözəl insanlar? Adam öldürməyə, ölkə işğal etməyə, qan tökməyə. Bu 50 milyard dollar elmə, təhsilə, mədəniyyətə, azlara, yoxsullara, dünyada xeyrin, bərəkətin çoxalmasına xərclənsəydi, dünya bir cənnət olmazdı. Çıxışımın sonunda gözəl insanlar, bizim Şeyx Nizaminin bir dahi odur ki, o yalnız öz dövrü üçün yazmır. Eyni zamanda elə ölçülər qoyur ki, o özündən sonra da dünyanın məsələlərini həll etmək üçün bir yol göstərir. Baxın nə söyləyir. Ondan 2 dənə sizə şey oxuyub yekunlaşdıracağam. Amma burada bir şey deyim ki, mən Amerika bu savaşda bunları itirdi, mən Azərbaycan Amerika ilə əlaqə qurmamalıdır demirəm. Mən elə şey deməm. Azərbaycan dünyanın elə bir ölkəsidir ki, elə bir yerində yerləşir ki, deyirəm ki, Azərbaycan dünyanın bütün ölkələrlə əlaqə qurmalıdır. Altından xətt çəkirəm. Azərbaycan dünyanın bütün ölkələri ilə sağlam əlaqə qurmalıdır. Mən deyirəm ki, əlaqə qurduğumuz gücü doğru tanıyaq. Amerika bizim dostumuzdur, qardaşımızdır, bizi azadlıq, insan haqları gətirəcək, bizi qoruyacaq deməyək. Rusiya haqqında bu sözü deməyək, o bizim dostumuzdur, qardaşımızdır, bizi qoruyar deməyək. İş görək, amma sağlam əlaqə quraq ki, bizi əzməsinlər, tapdalamasınlar, istifadə eləməsinlər. Şeyx Nizami deyir ki, İskəndərnamədə, dünyada barış necə təminləmək olar? Baxın nə söyləyir, diqqət edin. Mən onu cümləyə çevirib oxuyuram sizə. Deyir ki, millətlər arasındakı nizam, qayda, qanun, nizam ancaq milli haqları tanımaqla mümkündür. Yəni Amerikada, Rusiyada, Çində, başqa ölkələrdə o biri ölkələrində azadlığını tanıyacaq. Ki, Azərbaycanın da müstəqil olmaq haqqı var, İranın da müstəqil olmaq haqqı var, Türkiyənin də müstəqil olmaq haqqı var, Fransanın da müstəqil olmaq haqqı var. Deyir ki, millətlər arasındakı nizam ancaq milli haqların tanınması ilə qurula bilər. Bu olmasa, yəni hər xalqın, millətin öz milli haqları tanınmasa dünyada barış ola bilməz. Savaş davam edəcək, gözyaşı davam edəcək, işğal davam edəcək, sömürgə davam edəcək, öldürmə davam edəcək deyir. Baxın sonra nə deyir? Deyir, dünya ya da bir dövlət. Baxın, elmlə, bilgi ilə bir, baxın, dünya və
dövlət elmlə idarə olunmalıdır. Baxın, İskəndərin yanına bir filosof qoyub, Aristoteli qoyub. Verdiyi mesaj nədir? Siyasi güclə elmin gücünü birləşdirmək istəyir. Deyir ki, dünya elmlə və bilgi ilə idarə olunsa, 1, 2, ədalətlə idarə olunsa, 2, elm və bilgi ilə idarə olunsa, 1, ədalətlə idarə olunsa, 2, baxın deyir ki, sevgi ilə idarə olunsa, yəni mərhəmətlə idarə olunsa. 4 dənə əsas söylədi. Millətlərin haqları tanınsa barış olar, dünya elmlə idarə olunsa barış olar, cəhalətlə deyil. Bugün Trump'ın etdiyi cəhalətdir. 3, ədalətlə idarə olunsa barış olar. 4, sevgi ilə, yəni mərhəmətlə idarə olunsa barış olar. Dünya barışının formuludur bu. Gedin, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini Nizaminin qoyduğu əsaslara görə hazırlayın. Barışın formulunu verib. Azərbaycan bir dövlət olaraq da, xalq olaraq barışın yanında olmalıdır. Azərbaycanı qorumağın yolu budur. Bu videomda mən sizə, gözəl insanlar, Amerikanın və İsrailin İrana təcavüzü nəticəsində ortaya çıxan bir məsələni izah etdim. Yəni, Amerika Birləşmiş Ştatları bu savaş başlayandan nələri itirməyə başlayıb, onları faktlarla, argumentlərlə, dəlillərlə, gördüklərimi, bildiklərimi, düşündüklərimi sizinlə paylaşdım. İnşallah bu məsələ ilə bağlı yeni videolar çəkməyi də Allah bizə nəsib etsin. Fikrim var, planlaşdırıram. Yenə də dərsimə hazırlaşıram, oxuyuram, yazıram, altından xətt çəkirəm, göstərirəm ki, ciddi yanaşmaya çalışıram, gözəl insanlar. Bu məsələ bizim üçün önəmli bir məsələdir. Bir videoda dediyim bir məsələnin altından burada xətt çəkirəm. Başqalarının, başqa dövlətlərinin İran məsələsinə münasibətdə səhv eləmək haqqı ola bilər. Azərbaycan səhv eləmək haqqı yoxdur. Azərbaycan barışın yanında olmalıdır. Tərəfləri barışa çağırmalıdır ki, Azərbaycanı qoruyaq, Azərbaycanın ayağına daş dəyməsin. Məqsədimiz bundan ibarətdir, gözəl insanlar. O üç rəngli bayraq hər zaman başımız üstündə dalğalansın deyirəm. Məqsədimiz budur. Maariflənək, öyrənək, fanatik olmayaq, kör olmayaq, Şeyx Nizaminin dediyi kimi elmlənək, bilgimiz olsun, dünyanı görək və doğru qərarlar qəbul edək. Gözəl insanlar. Biraz videom uzun oldu, bilirəm. Amma inanıram ki, buna da sevə-sevə baxacaqsınız, rəylər yazacaqsınız, paylaşacaqsınız. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Var olun, sağ olun. Əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət olun. Gözəl insanlar.